Səfər nə vaxtdan başlayır? Kilometrə görə deyirsin, yoxsa vaxta görə? Həm vaxta görə. Ümumiyyətlə, səfər məsələsi elə bir məsələdir ki, yəni, çox rəy var. Fiqh kitablarını toplasan, 20-dən artıq rəy görərsən. Və daha sünnətə yaxın olan budur ki, müəyyən rəqəm yoxdur kilometr üçün. Yəni, tutaq ki, mən Bakıdan çıxmışamsa, müəyyən bir hədd qoyasan ki, tutaq ki, Hənəfi məzhəbində var 86 kilometr və ya 85 kilometr və ya başqa məzhəbində 78 kilometr. Belə hədd yoxdur. Müəyyən rəqəm yoxdur. Amma müəyyən rəqəm olmasa da, yəni kilometr götürülür. Necə götürülür? Yəni, bu örflə götürülür. Örflə, adətlə götürülür. Bizim örfümüzdə də, adətimizdə də belədir ki, bir çıxılan yer təxmini bir 60-60 kilometrdən çoxdursa, səfər hökmünə girir. Bir 70 kilometrdən çoxdursa, səfər hökmünə girir. Hətta bunu səni evdən yola salanda da bu bilinir. Yəni, mən məsələn, Bakıdan durub Sumqayıta getsəm, Bakıdan durub Qubaya getsəm, aydındır ki, evdəkilər məni səfərə yola salırmış kimi yola salacaqlar. Amma mən Bakıdan evdən çıxıb, məsələn, Sumqayıta getsəm Bakıdan, heç kəs məni səfər ab-havası ilə yola salmayacaq. Örflə də bilinir ki, adətlə də bilinir ki, çıxdığım səfərdir ya yox. Və bizim örfümüzdə də budur. Təxmini 65-70 məsələn, bu kilometrdən yuxarı artıq bilirsən ki, səfərdəsən. Bu belə. Gün məsələsinə qalanda da səfər iki növdür. Birinci, iqamə niyyəti ilə olan səfər. İqamə niyyəti ilə. İqamə yəni ki, orada qalmaq niyyəti ilə. Əgər iqamə niyyəti ilə səfərə gedirsənsə, misal üçün, gedirsən bir ölkəyə təhsil üçün. Bu artıq səfər hökmü deyil, səfər deyil. Çünki sən təhsil üçün gedirsən. Sən bilirsən ki, bir il oradasan. Və gedirsən əskərlik. Əskərlik səfər deyil axı. Sən bilirsən ki, sən bir il oradasan. Və ya konkret müqavilə ilə harasa işə gedirsən və bilirsən ki, 2 il oradasan. Bu səfər deyil. Yəni, artıq sənin niyyətin nədir? İqamə. Yəni, oturuşmaq, orada qərar tutmaq. İqamə niyyəti ilə gedirsənsə, səfər qılmırsan. Necə qıla bilərsən? Getdiyin, orada oturuşanacan, yerləşənəsən, o 3-4 gün ki var, səfərin yorğunluğu və s. O müddət ərzində qısaldıb birləşdirə bilərsən. Amma sonra namazları tam qılırsan. İkinci də odur ki, iqamə niyyəti ilə olmayan. Məsələn, gedmirsən kəndə, müəyyən bir vaxt deyil və niyyət önəmlidir. Vaxt yox, niyyət. Vaxt önəmli deyil. Önəmli niyyətdir. Yəni, sənin niyyətin iqamə deyil, oturuşmaq deyil. Məsələn, gedmirsən müəyyən bir işin həlli üçün. Yəni, o iş nə vaxt həll olunsa, sən qaydacaqsan. O işin həlli 5 ayda uzansa, sən səfər qılırsan. Və ya tutaq ki, məsələn, müsəlmanlar, sahabələr çıxırdılar cihada. Cihada çıxanda iqamə üçün gedmirdilər axı. Cihada çıxıblar. Qutarsın, qaydacaqlar. Hətta o cihad bir il geciksə belə, bir il səfər qılırdılar. Sahabələr olub Azərbaycanda bir il səfər qılırdılar, 6 ay. Sahabələrdən səhih əsərlər gəlib 2 il səfər qılan sahabələr olub. Müəyyən səbəblərə görə qayda bilməyiblər deyə. Və gedirsən bir yerə istirahət üçün. Və gedirsən ki, bir 2 həftə, 3 həftə istirahət edib qaydacaqsan. Sənin orada niyyətin iqamə deyil, oturuşmaq deyil. Aydındır, sən orada nə edirsən? Səfər qılırsan. Və bununla götür və salam. Dənizdə olsun izləyən, dəyişir və dənizə çıxmırsan sıxıla. Yəni, yox, həmin məsələdir. Əgər sən işlə bağlı necə gündən verdir? Mənim işim, qış gün dənizlədir, qış gün qurtadan deyil. Çox aralıdır da, yəni. Həmçə səfərdir, inşallah. Bir də ki, qardaş, bu müəyyən müddət idi, yəni bu əskəri ənəsfəndə. Yəni, mən demək istəyirəm ki, qaldığın yerə yaxındır, işlədiyin yer. Zaten səfərdir, səfər. Yaxın olsa necə? Yaxın olsa səfər hökmü deyil. Deyil. Qardaş, bilənsən, mənə bir də tövsiyə edir ki, əskəri müddətində səfər qılacaqsan, çünki sən əmrə tabisən. Hansı əmrə? Yəni ki, orada məsələn üçün komandir deyək, məsələn üçün, bizdə məsələn posta çıxmaq müddəti var idi ki, məsələn namazın vaxtına düşürdü. Yəni tezləşdirmək olmaz da namazı. Yəni gec qılmaq olar, yəni elə bir vaxtlar var ki, yəni əmrlə bağlı. Səfərlə əlaqəsi yoxdur. Qardaş, yəni mənə o... Ümumiyyətlə, bir var namazları birləşdirmək,
cəm. Bir var qısaltmaq, qasır. Yox da Bunlar yəni səbəblər, bunlar bir-birlərinə bağlı deyil. Ola bilər ki, insan namazı qısalsın, cəm etməsin. Ola bilər cəm etsin, qısaltmasın. Sual, namazı cəm etmək səfərə xasdır? Yox. Yox. İnsan xəstə ola bilər evində, namazı cəm edər. Yağış, məsələn, bu məğribi qılmışdıq, hə? Tutaq ki, indi evə getməliydik. Leysan yağış yağır. Və sən bilirsən ki, cəmaat evə getsə, hə? Məscidə şeyə gələ bilməyəcəklərsə, sən məğrib leyşanı birləşdirə bilərsən. Əgər gözləməyə məscidə imkan varsa, gözlə. Amma imkan yoxdursa, əgər işinə, gücünə gedəcəksə, birləşdirə bilərsən. Yəni, yağış səbəbi ilə. Amma qısaltmaq isə məhz səfərə xasdır. Ona görə əskərlikdə, əgər sən səfər qılmırsansa, səfər deyilsə, təbii ki, sən namazları qısaltmayacaqsan, səfər deyil axı. Amma vaxt cəhətdən darlıq olsa, zöhrünə, əsri, məğriblə işanı birləşdirə bilərsən. Yəni, o tərzədir də, yəni məhz olsa. O səfər deyil axı. Sən çünki namazları evdə də birləşdirə bilərsən, əgər ehtiyac olsa. Yəni, qardaş, bu nöqtə nəzərdəndir ki... O səfər deyil, o deyən də səfər sayılmır. Çünki səfər olsa gərək qısalda sənəm də. Sən qısaltmayacaqsan. Aydındır belə. Bu oruç hökmünə daxildir. Məsəl üçün, mən hər Ramazan ayı musara gedirəm. Oruç səfərdə belədir də, yəni səfərdə ixtiyar sahibisən. Aydındır da, yəni səfərdə orucu tuta da bilərsən, tutmaya da bilərsən. Əgər tutmağın sənə zərər verməyəcəksə səfərdə, tutmağın daha əfsəldir. Yox, zərər verəcəksə, açmağın daha əfsəldir. Bir dəxi bu namaz məsələsidir. Mən hər gün Qobustana gedib gəlirəm də işimiz budur, oradadır. Orada da mənim şərait var, hər gün namaz qılmağa. Orada bu səfər sayılır. Səfər sayılır. Sayılır, bəli, səfər. Yəni gündə gedib gəlirəm. Səfər dəxil, fərqi yoxdur. İmam Əhmədə biri sual verir, o dəvənin deyəsən, dəvə karvanının sarvan deyirlər də. O, hə? Yox, başçısı, bələdçisi. O, İmam Əhmədə sual verir ki, yəni, mənim işim gücüm bütün günü dəvənin yüyəndən tutub, o şəhərdən o şəhərə, bu şəhərdən bu şəhərə, bütün ömrüm belə gedir. İmam Əhməd deyir ki, bütün ömrüm boyunca səfər qılacaqsan. Bəs Allah. Yəni, bu necə hədisdə gəlib əsərdə, Ömər ibn Xattabın rəvayətində, bu şəriyyəti Allahın sənə sədəqəsidir. O sədəqəni qəbul edir. Əxir, səfərdə cümə namazı vacibdir? Vacib deyil, yox. Vacib deyil? Yox. Səfərdə cümə namazı ilə cümə namazını qıldığın daha izən asını birləşdirmək olar? Olar, bəli. Çünki namazları cəm edəndə vaxtlar da birləşir. Yəni, zöhrünə əsli cəm edirsənsə, vaxtları birləşirsə, başlayır nədən? Zöhrdən, qutarır nədən? Əsr qutaran. Yəni, zöhr başlayandan əsr qutaranacaq. Olan o geniş vaxtda sən hasan istəsən ola bilərsən. İxlasla.com saytı tərəfindən təqdim olundu.